Salam aleykum. Deməli, biz həmişə çox videolarımızda fayda gördüyümüz bitkilərdən həmişə danışmışıq və hansı bitkilərdən çox fayda görürüksə, insanlar çox fayda görürsə əgər, biz o bitkiləri həmişə biz videolarımızda tərcih eləyirik və insanlara sevdiririk, belə deyək. İnsanlar da onun faydasını görsün inşallah. Bu bitkilərdən biri də çaşır bitkisidir. Çaşır bitkisi Naxçıvanda, bütün dağlarında demək olar çox bitir. Quba-Qusar dağlarında da bitir. Çaşırdan insanların tanıya biləcəyi bir forma deyim, çaşır turşusunu hamısı görübdür. Əsasən Naxçıvan cəmiyyəti, Ermənistan cəmiyyəti daha çox sevir, onu istifadə eləyir. Amma çaşır bir dərman bitkisidir. Ferula adında dərman bitkisidir. 100-dən çox növü var. Azərbaycanda, Orta Asiyada, Türkiyədə, İranda çox yayılıb. Dünya tibbi də daha çox istifadə eləyir bu feruladan. Kökündən və otumsov bitkilərindən, otundan istifadə olunur. Əsasən kökündən istifadə olunur. Tərkibində çoxlu saponinlər var, alkaloidlər var. Xoşa gəlməyən kökünün qoxusu var. Və bu alkaloidlər, saponinlər hesabında güclü təsir edici maddələr var. Orqanizmi qüvvətləndirici bir xüsusiyyətə malikdir. Çox güclü bir qurd qovucu xüsusiyyətə malikdir. Bədəni təravətləndirir. Daxili orqanların əsasən də boşluqlu orqanların, məsələn, öddür, qaraciyərdir. Bunların motor sekretor funksiyalarını artırır. Əvvəlcə mən deməli çaşırın istifadə qaydalarından formalarını deyim və bundan sonra həmin formaların təsirlərini deyim. Deməli çaşırın kökünü bir dolu çay qaşığı 1 stəkan suda qaynadıb, biraz bal qatıb içə bilərik gündə 3 dəfə. Bu bir variant. İkinci variant. Çaşır distilatı satılır. Məsələn bizdə fitoqlublarda da var. Bu çaşır distilatı necə alınır? Çaşır dəmlənir suda. Sonra bu qaynadılır. O su buxarları tutulur, kondensasiya olunur, damcı-damcı yığılır və bu zaman çaşırın uçucu yağlı maddələri keçir suya və bu içilir. Bunu evdə bəzən insanlar çətin hazırlaya bilir. Buna görə hazırı da satılır. Bundan çaşır distilatı. Bundan da istifadə edə bilərsiniz. Bu ikinci variant. Üçüncü variant, çaşır bitkisi götürülür 100 qram, bal götürülür 1 kiloqram, çaşırın deməli kökü üyüdülür, 1 kiloqram bala qarışdırılır və gündə 3 dəfə yeməkdən əvvəl bundan 1 çay qaşığı yeyilir. Bu üçüncü variant. Və bir də yenə 100 qram çaşır götürülür, toz, 500 qram bal, 500 qram keçibunuzu pəhməzi, bunlar da bir-birinə qarışdırılır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı yeyilir. Deməli, dəri xəstəliklərində də çaşır deməli götürülür, 1 xörək qaşığı çaşır kökünün tozu götürülür, 100 qram zeytun yağı götürülür, bunlar bir-birinə qarışdırılır. Sobada, yəni duxovkada 50-60 dərəcə temperatur verilir, orada bir 4-5 saat qalır, sonra götürülür, süzülür və bu müxtəlif dəri xəstəliklərində, ləkələrdə, sızanaqlarda dəriyə çəkilir, gündə 1-2 dəfə dəriyə çəkilir və yüngül masaj olunur. Belə. Çaşır özü bütün bədəndə mikrob və bakteriyaların eyni zamanda törədicilərin bədəndən təmizlənməsi üçün gözəl bir vasitədir. Bax, deməli, revmatizmalarda, revmatoid poliartritlərdə, oynaq əzələ ağrılarında çaşırın kökünün dəmləməsini içmək gündə 3 dəfə dediyim formada çox gözəl təsir edir. Bunu istifadə edə bilərsiniz. Qurd qovucu kimi çaşırın yenə dəmlənməsindən istifadə edə bilərsiniz. 10 gün ərzində gündə 3 dəfə bu çaşır dəmləməsi daxilə qəbul olunur. 10 gündən sonra 1 ay 2 ay fasilə verilib, bir dəfə də 10 gün daxilə qəbul olunsa, bütün bədəndəki qurdların hamısını tökmə gücünə malikdir. Bundan da istifadə edə bilərsiniz. Çaşır eyni zamanda həm də orqanizmdə qadınlarda yumurtalamanı çoxaldır, kişilərdə spermanın kəmiyyət və keyfiyyətini çoxaltmaq üçün gözəl bir vasitədir. Buna görə də çaşırın məzunundan istifadə edə bilərik. Yenə dediyim kimi 100 qram çaşır tozu götürülür, 500 qram bal, 500 qram keçibunuzu pəhməsi. Bunlar hamısı bir-birinə qarışdırılır. Qarışıqdan gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl bir dolu çay qaşığı yeyilir. Bu da belə istifadə olunur. Sonra çaşır çox güclü antioksidatlarla zəngin bir dərman bitkisidir. Və buna görə də bütün xərçəng növlərində və xərçəngin profilaktikasında istifadə edə bilərsiniz. Buna görə bir resept deyirəm, inşallah bu formada bundan istifadə edin. Deməli, 150 qram götürülür çaşırın kökünün tozu, 1 kiloqram bal götürülür, 300 qram da limon şirəsi götürülür. Bunlar hamısı bir-birinə qarışdırılır. Qarışıq saxlanılır soyuducuda.
Soyuducuda saxlanandan sonra 1 həftə soyuducuda qalır. 1 həftə ərzində gündə 2 dəfə qarışdırılmalıdır. 1 həftədən sonra götürülür. Bunun üzərinə təzədən yenə yarım kilo bal qarışdırılır və bir gündən sonra artıq bunu süzürük. Bir stəkan arasında süzülür, şirəsi çıxarılır. Bax bu şirə qoyulur soyuducuda qalır. Bu şirədən gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırılır, içilir. Bu xərçəngin müalicəsində çox gözəl effektiv təsir göstərir. Eyni zamanda xəstələrdə deməli CA-lar var, CA15, CA ümumi bunlar artırsa əgər, bunlara biz deyirik onkomarkerlər və bunların sayında artım baş verirsə əgər, bu zamanda bax bu dediyim qarışımdan istifadə edə bilərsiniz. Qarışım hər gün soyuducuda qalmalıdır. Soyuducudan götürülüb istifadə olunmalıdır və qutarandan sonra 15 gün, 20 gün fasilə verib yenə də hazırlayıb içə bilərsiniz inşallah. Sonra bədəndə xolesterin kütləsini azaltmaq üçün də yenə də çaşır gözəl bir vasitədir. Dediyim kimi revmatoid poliartritin müalicəsində də gözəl bir təsiri var. Məsələn, poliartritin müalicəsində sizə bir resept deyim. Bundan istifadə edə bilərsiniz. 3 stəkan suya 1 xörək qaşığı çaşır kökü, 1 xörək qaşığı çinar yarpağının tozu qarışdırılır, dəmlənilir. 5 dəqiqə qaynadılır, bir 10 dəqiqədən sonra süzülür. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bundan 1 stəkan içilir. Çox gözəl revmatizmaya təsir göstərir. Revmatizmada və revmatoid poliartritin və eyni zamanda müxtəlif mənşəli artrozların müalicəsində bundan da bu dəmləmədən istifadə edə bilərsiniz. Bu qədər. Çalışın, sağlam olun. Biz də içində. Amin. Sağ olun.